İkinci sistemdə girov əlavə eləməyi öyrənirik. Bu hissədə ödəniş bölməsi var. Orada keçid edirik və burada girovlar bölməsi qarşılayırıq. Girovlar bölməsinə keçid eləyəndə yeni məhsul əlavə et, yeni girov əlavə et. Burada gördüyünüz girov kodu əgər sistemdə əvvəlcədən hər hansı bir girov əlavə eləmişsinizsə, avtomatik olaraq axırıncı rəqəmi ondan sonrakini verir, yəni növbəti. Yox, özümüzdən bir girov kodu əlavə edək. Müştəri seçirik, yaratmış olduğumuz müştərinin Əliyev və Babakoğlu. Girovun növü elektronik ola bilər, qızıl ola bilər, avtomobil və ya digər ola bilər. Elektronika seçdikdə bura girovun adını yazırıq. Məsələn, Redmi Note e-mail kodunu yazırıq. Əgər e-mail kodunu yazırıq və bu hissədə bizi 3 ekran kilidinin simvolu, PIN kod və iCloud. iCloud iPhone üçün əsas. Ekran kilidinin simvoluna vurduqda belə bir səhifədir. Məsəl üçün telefon ekran kilidi varsa vurursunuz, yadda saxlayan vurursunuz. Daha sonra yenidən girov məlumatlarında bu kodu görəcəksiniz. Götürülən məbləği yazırsınız. Məsəl üçün 300 manat. Faizi yazırsınız. Məsəl üçün 20% ilə 10%. Burada faiz var. Faiz 10 günlük faiz sistemi var. Yəni Lombard işlədənlərdən zaten bilirlər. Bir ay tamam olduqdan sonra növbəti günə keçəndə avtomatik 10 günlük faiz hesablanır. İstəsiz aktiv edirsiniz, istəsiz eləmirsiniz. Bir də gündəlik gecikmə faizi var. Onda özünüzə görə həm faiz olaraq, həm də məbləğ olaraq seçə bilərsiniz, ya da ümumiyyətlə seçməyə bilərsiniz. İstədiyiniz müştəriyə cərimə əlavə edə bilərsiniz, istədiyinizə yox. Buradan da rəqəm dəyişə bilərsiniz. Girovun götürülmə tarixidir, bitmə tarixidir. Burada əsasında biz bu günə qeyd edirik və istəsəz bura girovun şəkillərini yükləyə bilərsiniz. Daha sonra yadda saxlanılır. Yadda saxlayan vurduqdan sonra avtomatik bizə belə doldurduğumuz məlumatlara əsasən belə bir qəbz verir. İstəsəz çap edə vurub bunu print eləyə bilərsiniz. Biz indi eləmirik bu formada. Daha sonra yaratmış olduğumuz girovlara baxmaq üçün 3 nöqtəyə vurub detallara vururuq. Burada belə əsas səhifədə girovun məbləği, aylıq faizi, gündəlik hesablama, gecikmə, yekun cərimə və yekun borc var. Ümumi məlumatda müştəri adı, soyadı, sənəd nömrəsi, qeydiyyat ünvanı, bu tip məlumatları görürsünüz. Girovun götürülmə tarixini görürsünüz, faiz dərəcəsini və bayaq əlavə elədiyiniz kodu görə bilirsiniz. Birdən axıra kimi göstərir. Ödəniş tarixçəsi əgər varsa görsənir, yoxsa görsənmir. Bu da cərimələri, yəni cərimələri